mən indi göreceğimiz film ve onun əvvəlki Tağıyev haqqında filmləri də mən deyərdim ki, milli kinomuzun milli tariximizə olan borclarını yavaş-yavaş qaytarır. Mən bilmirəm və heç kim bilmir. Tağıyev bu premyeranı indi görür, yoksa yok. Amma mənə elə ruhu şad var. Tağıyev indiki Azerbaycan'ı görürse, yəqin ki, bütün arzularının gerçekleşmesini orada indi görür. Nəinki bütün arzular, hətta arzu etmediğini, təsəvvür edebilmediğin şeylerini yəqin ki, görür. Biz indi belə bir dövrdə yaşayırıq ki, Tağıyev dövründə doğulan bu quruculuq, bu millətçilik, bu marifçilik indi özünün çox ən parlaq bir ifadəsini tapır. Bəli, keçmişə maraq var və biz böyük maraqla bu filmə baxacaq, amma artıq keçmişə həsrət yoxdur, gələcəyə həsrət var. Elə bir dövrdə yaşayırıq ki, gələcək yaşamaq çox maraqlıdır, gələcək çox maraqlıdır. Biz elə nələr görəcəyik? İnanıram ki, Tağıyev'in ruhu, Tağıyev bizden oradan bakır ve ruhu şartlı. Çok sağ olun. Ayar sallayın.